Salam əziz investorlar və treyderlər. Analitik ictimaiyyət sizinlə əlaqə saxlayır Guru Markets. Şirkət haqqında qısa məlumatlarla başlayaq. İstəsəniz fasilə verə bilərsiniz. Təşkilatın bütün parametrləri ilə daha yaxından tanış olmağı təklif edirik. İndi biz şirkətin cari performans göstəricilərinə baxacağıq. T-Baldwin Insurance Group, ticker BÜN. Bu baxış 25 may 2025-ci il tarifinə olan cari məlumatlara əsaslanır. Təsnifatına görə Guru Markets şirkət T-Baldwin Insurance Group Inc. alt kateqoriyaya aiddir. Fair Exchange müqayisədə təmsilçi olmayan 5 təşkilat iştirak edir. Son qərarları videonun sonuna kimi görəcəyik. Tədqiq olunan şirkət üçün ümumi nəticə belədir: 10 baldan -7 bal. Alt kateqoriya üzrə orta bal 1,7 bal. Geniş baxsanız, ümumilikdə bazar çərçivəsində. Bütövlükdə bütün bazar üzrə orta nəticənin 1,9 bal olduğunu görəcəyik. Şirkətin -7 ballıq reytinginə qarşı T-Baldwin Insurance Group. Şirkətin səhmlərinin qiymət hərəkətini müqayisə etməklə T-Baldwin Insurance Group Inc. və alt kateqoriyalı şirkətlər. 12 ay ərzində şirkətin səhmlərinin olduğunu görə bilərik. T-Baldwin Insurance Group 8%lik dinamika göstərdi. Qiymət dinamikasına qarşı %4,3 alt kateqoriyasında. Şirkətin bazar kapitallaşması T-Baldwin Insurance Group Inc. 4,42 milyard dollar dəyərindədir. Alt kateqoriyanın bazar kapitallaşması 14 milyard dollardır. T-Baldwin Insurance Group 32,207% paya malikdir. O, alt kateqoriyada liderlərdən biridir. Şirkətin balans dəyəri 0,61 milyard dollar olaraq qiymətləndirilir. Və alt kateqoriyanın kapitallaşması 11 milyard dollardır. T-Baldwin Insurance Group 5,374% pay təşkil edir. Birja səhmlərini və balans kapitallaşmasını müqayisə edərək aşağıdakıları görə bilərik. Paylaş T-Baldwin Insurance Group alt kateqoriyada birjanın qiymətləndirilməsi halında %32,207. Balans dəyəri 5,374% təşkil edir. Bu, bazar kapitallaşma payından 83% azdır. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi PIS -1 bal. Təşkilatın borcları 1,578 milyard dollar təşkil edir. Borcun balans dəyərinə nisbəti kapitalın 258,7%-ni təşkil edir. Şirkətin borc reytingi çox pis, -2 bal. Şirkətin bazar qiymətinin mənfəətə nisbəti 0-dır. Alt kateqoriyada orta göstərici 562,5-dir ki, bu da alt kateqoriyadakı orta göstəricidən xeyli pisdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin birja dəyərinin mənfəətinə görə reytingi çox pis, -2 bal. Son 12 ayda mənfəət -32 milyon dollar olub. Növbəti 12 ay üçün forward mənfəəti şərti olaraq 262 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Alt kateqoriya ilə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi keçərli 0 bal. Şirkətin qiymət-satış nisbəti 3:1-dir. Alt kateqoriya üzrə orta göstərici 2,8-dir ki, bu da alt kateqoriya üzrə orta göstəricidən 11% yüksəkdir. Alt kateqoriya göstəriciləri ilə müqayisədə şirkətin bazar qiymətinin gəlirə nisbətinin qiymətləndirilməsi keçərli 0 bal. Son 12 ayda gəlir 1,420 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil.
Proqnozlaşdırılan gələcək satış həcmlərinin göstəricilərinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi, pis, -1 bal. Marjinallıq -2,3%-dir, alt kateqoriyada orta hesabla 0,5%-dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 2,8% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə satış marjasının qiymətləndirilməsi, keçərli, -0,5 bal. Alt kateqoriyada kadrların sayına görə şirkətin payı 70,88% təşkil edir. Bu, bazar kapitallaşma payından 120% çoxdur. Şirkətin bir işçisinə düşən bazar kapitalının məbləği $1075.000 bərabərdir. Və alt kateqoriya üçün $2,366.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 54,6% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən şirkətin kapitalının həcminin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Bir işçiyə düşən mənfəətin məbləği $7,800.000-dır. Alt kateqoriyada orta qiymət $4,200.000-dır. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 85% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi, TOLET, -0,5 bal. Təşkilatın bir işçisinə düşən satış payı $345.000-dır. Alt kateqoriya $839.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 143%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən gəlirin qiymətləndirilməsi, keçərli, -0,5 bal. Satışa çıxarılan səhmlər 7,6%, alt kateqoriya üzrə orta hesabla 4,2% təşkil edir. Bu, qısa bir sıxılma riskinin göstəricisidir. Göstərici rəası 14 şirkət üçün %40 səviyyəsini göstərir. T-Baldwin Insurance Group Inc. Alt kateqoriyada RSI səviyyəsi 14,43%-dir. Şirkətin cari səhm qiyməti təxminən $38,1. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $47,39. Faktiki təxmin və konsensus proqnozunun dinamikası təxminən 25%-dir. Sizin üçün mövcud olan sifarişlər cədvəlinə baxaq, bağlanmış şərhdə link. Sifariş cədvəli bu mövsüm səhm qiymətləndirmə məlumat və istinad sistemi tərəfindən qəbul edilən bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Qiymətli kağızların təhlilinin nəticələrinə əsasən T-Baldwin Insurance Group. Səhmlərin qiymətləndirilməsi üçün istinad sistemi Guru Markets aşağıdakı qərar qəbul edilir. Səhm üçün $38 satış əməliyyatı açın. Sövdələşmə açıqdır, çünki şirkət kifayət qədər aşağı qiymətə malikdir. Şirkətin qiymətləndirilməsi qiymətləndirmə meyarlarından, AKİMin indeksindən istifadə etməklə aparılır. Mənfəət götürmək 33,55 səviyyəsində müəyyən edilmişdir. Stop loss 42,45 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, bu halda sifariş 24 iyun 2025-ci il tarixində ticarət sessiyasının sonunda avtomatik olaraq bağlanır. Və ya bu tarixdən əvvəlki son ticarət günündə. Ticker, TM, əsas alış sifarişi olacaq. Əsas sifariş üçün video artıq bu kanalda yayımlanıb. Sifarişlərdən hər hansı birinin bağlanması halında əsas və ya balanslaşdırma. Başqa bir sifariş son qiymətə bağlanır. Bu videoya baxdığınız və yardım sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru Markets. Siz həqiqətən planetin ən yaxşı tamaşaçısınız.